Milli Məclisdə də büdcə müzakirələri müzakirə edilir. Müxtəlif fikirlər səsləndirilir deputatlar bu büdcə ilə bağlı. Amma mən bir partiya olaraq sizin mövqeyinizi öyrənmək istəyirəm. 2025-ci ili yekunlaşdırırıq, 2020-ci ilə doğru, 26-cı ilə doğru gedirik. Siz necə şərh edirsiniz? Bax bu yekunlaşan ili və qarşılayacağımız ili. Azərbaycanın bugün sosial-iqtisadi vəziyyətində çox təəssüflər olsun ki, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulda və o cümlədən də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də pozitiv şeylər danışmaq mümkün deyil. Və hökumət sosial siyasət nöqteyi nəzərindən ata biləcəyi addımları sistemli və proqramlaşdırılmış şəkildə həyata keçirə bilməyib. Çox saylı narazılıqlar var müxtəlif sferalar üzrə. İlk növbədə kommunal xərclər olduqca yüksəkdir. Kommunal xərclərdə mütləq və mütləq Azərbaycan hakimiyyəti güzəştə getməlidir. Limitlər ləğv olunmalıdır, qiymətlər aşağı salınmalıdır bu istiqamətdə. Cərimə siyasətindən imtina etmək lazım. Cərimə siyasəti insanları olduqca narazı salır və insanların cibinə girir. Elə absurd cərimələr qoyulur ki, bu cərimələrlə insanlar bilmir nə etsin, necə baş etsinlər. Niyə Azərbaycanda qazın qiyməti bu qədər olmalıdır? Niyə işığın qiyməti bu qədər yüksək olmalıdır? Suyun, kanalizasiya, çirkab sularının və s. Nədən ötürü? Niyə? Bunu hökumət ən azı hesablamalıdır ki, bundan büdcəyə nə qədər xeyir gəlir və mən bunu insanlara güzəştə getsəm bəlli bir faizin büdcəyə nə qədər pul itirəcək? Bunu mütləq etməlidirlər. O cümlədən pensiyaları, minimum yaşayış həddinin səviyyəsi cəmiyyəti qane etmir. Minimum yaşayış səviyyəsi də, digərləri də bazar iqtisadiyyatı ilə uzlaşmır, bazarla uzlaşmır. Qiymətlər real deyil. Bunlar hardan götürülüb bu qiymətlər, necə götürülüb bəlli deyil. İqtisadiyyatın şaxələndirilməsində hökumət çox ciddi şəkildə aksayır. Azərbaycanın bugün əhalisinin böyük bir qismi kənd təsərrüfatı sektorunda yaşayır, rəsmi statistikada. Amma kənd təsərrüfatının ümumi daxili məhsulun payında 4-5%-dən yuxarı deyil. Niyə? Azərbaycanda ixrac olunan məhsulların 90%-dən yuxarısı neft-qaz sektoruna aiddir. Niyə keçən bu qədər illər ərzində Azərbaycanda iqtisadiyyat şaxələndirilməyib? Nədən ötürü? Niyə Azərbaycanda keçən bu qədər illər ərzində neftdən 100-ə yaxın məhsul alınır, 100 adda məhsul alınır? Niyə onların istehsalı üçün kompetentli bir zavod tikilməyib? Nədən ötürü? Bəli, Azərbaycanın bugün iqtisadiyyatı çətin suallarla üzbəyüzdür. Özəlliklə Qarabağdakı bərpa işləri, dağıdılmış Azərbaycan torpaqlarının bərpası, bunlar çox ağır bir prosesdir və çox böyük maliyyə tələb edir. Dövlətin yükü olduqca ağırdır bu istiqamətdə. Bəzən rast gəlirəm ki, insanların özünün tikməsindən tutmuş nəsə. Əziz dostlar, Qarabağda infrastruktur yoxdur. Bütün infrastruktur keçən 30 il ərzində yerlə bir edilib. Bugün hələ hökumət infrastruktur qurmaqla məşğuldur. Bu infrastruktur olmasa insan yaşaya bilməyəcək. Orada bəzi negativləri var, filanlar var. Lakin bu infrastruktur qurmaq dövlətin siyasətidir. Başa düşürəm, büdcənin yükü artıqdır. Təsəvvür edin, bu qədər yük əlavə büdcənin üzərinə gəlir. Burada da bir ayrı mövzumuzda danışarıq bu istiqamətdə. Dövlətin edə biləcəkləri var. Amma bununla belə sosial vəziyyətlə bağlı dövlət düşünməlidir. Təhsillə bağlı, səhiyyə ilə bağlı dövlətin planları dəyişməlidir. Xüsusilə səhiyyəyə ayrılan pulların azaldılması, icbari tibbi sığortanın miqdarında azalmalar, bunlar çox ciddi qüsurlardır və bu qüsurlar aradan qaldırılmalıdır. İki şey bu milləti ayaqda saxlayacaq. Sağlam və təhsilli nəsil yetişdirmək. Bunun üçüncü xətti yoxdur. Əziz hökumət üzvləri, hörmətli hökumət üzvləri. Üçüncü xətti yoxdur. Sağlam və təhsilli insan yetişdirməyəcəksə millətimizin gələcəyi yoxdur. Sağlam insan yetişdirmək üçün mütləq səhiyyəyə ciddi kapital qoyuluşu və insanların səhiyyə problemlərini, sağlıq problemlərini həll edə bilən bir siyasət yürüdülməlidir. Doğuşdan
ana bətnində olan uşağın sağlamlığından tutmuş ta ahıl yaşına qədər. O cümlədən təhsil, məktəbə qədərdən tutmuş ta universitet, doktorantura təhsili alana qədər. Bu istiqamətdə bir sistem müəyyənləşdirmək lazımdır. Çox təəssüf ki, bu sistemlər yoxdur və ya çox zəifdir. Bununla bağlı nə zaman istəsəniz, istər təhsil sektorunda sevə-sevə gəlib danışaram Ümid Partiyasının proqramını da, istər səhiyyə sahəsində, istərsə də iqtisadiyyatın şaxələndirilməsi və digər sahələr. Elə təhsildən söz düşmüşkən gələn ilin büdcəsində Azərbaycanda gələn il beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılıb. Bu elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. Təəssüf doğru haldır. Mən Azərbaycanda tədbirlərin keçirilməsinin tərəfdarıyam. Azərbaycan nə qədər çox tədbirlər keçirəcəksə, dünyaya o qədər çox açılacaq. Lakin dünyaya açılan insanın ölkəsində təhsilə bu qədər vəsait ayrılmırlar. Təhsilə ayrılan vəsait ən az ondan 4 dəfə, 5 dəfə artıq olmalıdır. Hər bir şagirdə ayrılan vəsait kifayət qədər yüksək olmalıdır. Yenə deyirəm, təhsil siyasəti ilə bağlı nə vaxt istəsəniz, hələ büdcə müzakirələri gedir, hələ gələn il olmayıb. Bununla bağlı ayrıca danışıb rəqəmlərlə, faktlarla bunu səsləndirə bilərik. Xaricdə hər şagirdin və yaxud da təhsil alanın hər birinin büdcəsinə nə qədər pul ayrılır, burada Azərbaycanda nə qədər ayrılır, Azərbaycan müəllimi ilə xaricdəki müəllimlərin, saat hesabı dərs deyən müəllimlərin və s. hamısının problemləri ilə bağlı ayrıca təhsildə söz verirəm ki, gələn həftə sizlə bu mövzuda danışarım.